biz Göbəkli Təpədə bir quşun olduğunu və əlində bir dairənin tutulduğunu bilirik və tarixçilər, arxeoloqlar bunun izahını verə bilmir və mən qeyd etdim ki, bu yumurta sözüdür. Hansı ki biz onun izini harda görürdük? Novruz bayramında rənglənmiş yumurtada və harda görürük? Paska bayramında olan yumurtada. Və həmin quş ilə yumurtanın eyni anda görünməyi bilirsən nədir? Biz türk dilində nə deyirik? Uşaqlara soruşanda əvvəl artıq dilimizdə işlənmir. Əvvəl uşaqlar soruşanda mən dünyaya nə cür gəlmişəm, nə deyirdik? Deyirdik səni Hacı Leylək gətirib. Yəni dolayısıyla Hacı Leylək də dırnaq içində deyil, səni bir quş gətirib. Aydındır əziz qardaşlarım. İndi fikir verin. Göbəkli Təpədə quş əlində yumurta can var. O sözün min illəri keçərək türk dilində, Azərbaycan türkçəsində uşağa səni bir quş gətirdi deyildiyini görürük. Daha maraqlısını deyim mi? Və qayıdıb ölənlərə nə deyirik? Əski türk dilində uçmağa vardı. Yəni dolayısıyla sən bir quş ilə gəlmisənsə, onu artıq rəsmləşdirdiyindən daha sonra həmin o rəsmləşdirmə məntiqinin tərsi kimi də ölməyə getməni də uçma ilə izah etməyə çalışıbdı əski türk əczatıları. Acı olan nədir? Acı olansa budur ki, bizim tarixçilər, dilçilər onlara olan diktə ilə qeyd edir ki, uçmaq sözü ola bilsin ki, türk dilinə soq dilindən gəlib. Yəni soqdular da farsların bir qoludur. Yəni ölümü ifadə edən uçmaq sözü. Lakin hadisələri, bütün puzzle'ları bir yerə yığdıqda görürük ki, demək əslində uçmaq elə bildiyimiz uçmaqdır, fərqli bir söz deyil. İndi bütün bunların üstünə biz yumurta sözündən danışacağıq. Düşünə bilərsiniz ki, yumurta sözündən niyə danışırıq və ya nə qədər əhəmiyyətlidir. Yumurta sözü demək aşağı mənasına gələn onmo kökündən formalaşır. Hansı ki həmin onmo kökündən ama, mının nılaşması ilə ana, iki dəfə təkrarından mama, mının nılaşması ilə nənə sözü formalaşır. İlk dildə m səsi olub, daha sonra n səsinə çevrilir. Demək ki, ilk türk əcdadları ama deyir, daha sonra n səsi ayrılandan sonra bəzi dialektlərdə bu anıya çevrilir. Və uzağa getməyə ehtiyac yoxdur. Azərbaycanda İlisu dialektində əmə deyilir. Həmin onmo kökündən olan on, ürəmək sözünün kökü olan ür və dişi toxum sözünün kökü olan tonun birləşməsindən umurtda sözü formalaşır. Biz bir çox dialektdə umurta deyildiyini bilirik. Amma düşünürük ki, orada y səsi düşüb. Əksinə, orada y səsi düşməyib, orada daha sonra y səsi gəlib. Yəni dolayısıyla demək yumurta sözü on, orta kimi formalaşır və həmin sözə daha sonra y səsi gəlir. Və düşünə bilərsiniz ki, bunu bilmək nə qədər əhəmiyyətlidir.